Herkese selam. Kanalımıza hoş geldiniz. Dın dın. Bize en çok sonlardan biri de Amir'in resim ləvazimatları. Rəhim. Bugün Aycaq Amir danışacaq. Ne oldu? Ayıcaq nədir? Ayı ya mən. Danışacaq dedim. Ölsün sən ayı. Baxın, Amir'in bütün resim ləvazimatları buradadır. Hər içdən İlkdən sona qədər. Ayda çox maraqlı. Demək ilk hansıdır bu? Onun haqqında şey. Ayağından çıxıb baxın. Yox, ilk o deyil, ilk budur. Bu. İlk bloknotudur. Kara alarm. Çox qara-qura işlərlə məşğul idi. Ancaq qara-qara. Hətta məktəbə aparanda məktəbdəkilər demişdi ki, sən niyə ancaq belə tünd rənglərdən istifadə edirsən, belə qorxulu şeylər çəkirsən? Onda ancaq dünyası dark idi. Məncə bu hamıda baş verir. Məsələn, bizim rəssamlarda falan ilk hamı belə çəkirdi. Yox, sən rəng sevmirsən də. Deyirəm, hamı belə... Qara... Belə idi. Ancaq qara ölüm, qırmızı qan... Abla, sən dəhşisən. Sən həyatında manyak olmuşsan. İlk sketchbook'u, kim almışsın sən özün? Amma baxın, hamısı mənim pullarımdır. Hamısı! Üstü laklayıb və dəftərinin adı Qara Ölüm. Buradan da bilinir ki, bu uşağın psixoloji problemləri var. İçinə sonra belə bir çəkib içinə. 2-3 il qabaq olar. 4 il. 4 il. Onun yaşı 12 yaşında. Belə bir notlar yerləşdirib. İlk səhifəsində... Bax, bu da mənim müəllimdən mənə ilk rəsm idi bu. Bir bax da, bu müəllimdən ilk idi. Bu ilk rəsm müəllimdən ilk tanışanda bu rəsmi ondan istəmişdim, bunu mən çəkmişdim. Bu mənə sadə gəlir. Doğrudan. Bu mən çəkəmirdim. Rəsm müəlliməsinin ilk çəkdiyi bir daha bu uşağın sadiqliyini sorğulamaq olmaz. 4 il. 4 il. Necə saxlamısan Amir? Sonra bu Zöhrənin sinif yoldaşımın mənə verdiyi ilk hədiyyə idi sən rəsm haqqında. Bu da. Zöhrə hatırlayırsan bunu? Əgər baxırsan. Hamıya eləyirdi bunu. Nə yazıb? Bunu çox adam eləyirdi. Hə, belə bəzəkli Amir yazıb. Bu da 7 idi, 8-ci sinif idi belə bir sinif. Nədir ki bu? O da elə bir yaxşı bax. Hə, oyda təsəvvür edin ki 10 il sonra indi biraz yaşımız artacaq və bunları göstərəcəyik. Deyəcək ki, 10 il əvvəl çəkdiklərim. Deməli, ilk ili əvvəl sonra eləyərsiniz. Amilin keçirdiyi evrinə baxarsınız. Son şəkilləri də göstərəcəm. Deməli, ilk sketchbookunda Amma ilk alanda əl çəkib belə, bir də göz. Bir də çox yəni ideal şeylər yoxdur. Sadə, heç yaxşı olmayan. Nə var burada? Hə, sadə, yəni bunları adlandırmaq olar. Ancaq göz çəkib. Göz. Gözün çıxmaz. Aha. Bu da mini, bunun mini formatı. Aha, bura nələr çəkib? Belə göstərimdə qəşəng. Həmişə də mini, bunun mini formatı. Yenə də cızma qaralardır. Göz çəkib, piramidalar çəkib. Bu piramidadan gözü çəkəndə sonra bütün müəllimlər başladı. Ay bala, sən masonsan, sən nə bilim nəsən. Mason mu? Salvador Dali'nin əriyən saatı. Deyirəm, mən mason idimsə, nə işim var məktəbdə, nə? Sonra belə bulutlar çəkib, Minecraft formalı. Ayda heç, burada deməzsən ki, sən indi belə peşəkar şəkil çəkərsən. Bax, hamısı boş yəni. Amma saxlayıram, boş olsun. Sonra üçüncü budur. Baxın. Burada ama biraz ideallıqdan, o gözdən zaten çıxdığım vaxtlardır bunlar. Burada mənim də adımı çəkib, Ay Tac. Onun cırbatı, hə. Son, belə eynək çəkib. Burada çıxmışam o qorxu temasından falan, yavaş. Özü burada şey var, 8-ci sinifdə, neydi sus. Çox Azərbaycan sənətkarların adı qeyd edilmişəm, müəllimlə birlikdə falan. Heykəltaraşçılıqdan Tokay Məmmədov, rəssam falan. Sonra Ömər Eldarov, rəssam Bəhruz Kəngərli, halaldır. Bunları araşdırdın sonra? Hamısını yazmışım. Ya, hə. İnandım, hə. Araşdırdın, evet.
Abi hamısını yazı arası. Sonra belə bir şey çəkib. Özde şey iç qələmlərim buradaydı bir dəqiqə. Hə. Onların hamısını bunlardan çəkmişəm. Bax. Buna bayılmışdım. Bunu çox qəşəng çəkmişdi xəritədən. Mən çəkməmişdim, o mənim çəkmişdi. İçindəki yazını mən yazmışdım. Ay da, afyor. Ama onu mən çəkmişdim. Ən bəyəndiyim rəsmlərindən biri olub və buradan da mən bilirdim ki, o nəsə bacaracaq, çox qəşəngdir. Bu ördək. Bax ilk bunlar idi. Biraz özünə oxşuyur. Bir dəqiqə. İlk qələmlər bunlar idi. İlk dördünü də saxladım. Sadə, sanki TikTok'da 150 bin olanda çəkib bizi. Bunu indi görürəm. Sonra nə, sizlə bir yerdə biz də baxırıq. Sonra pessimist şeylər çəkirdi belə. Dark belə deyilən. Bu Coraline diye. Coraline baxmısınız? Coraline bu bax, düymə açar falan. Coraline simvollarını çəkib. Yaxşı, sonra bu. Yox, o deyil. Biraz əşyalarına baxaq. Rəsm əlcəyi var. Ondan sonra nə var burada? Məncə dəftərləri sonra əşyalara baxarıq. Sonra deyəsən, bir dəqiqə, budur. Hə, bu ilk birincilik mənə hədiyyə olunmuşdu. İlk dəfə rəsm müsabiqəsində. Qalib gəlmişsə və sənə hədiyyə olunub. Həmin rəsm. Və bunun üz qabığını Özməni. Amilin özü çəkib. Baxın. Biri bu. Elə bilirsiniz ki, alınıb, amma alınmayıb. Amil özü çəkib. Hə, biri bu idi. Bu. Birinci yer tutmuşdu. 24 xal idi deyəsən. O da qalıb orada. Biri də... bir də yox, bir də budur. Hə, bu da yadımdadır. Çox bəyənmişdim. Qəşəng keçirdi, görsünlər. Amilin ilk birincilik rəsmləri. Bu arada təzə xəbər də gəlim. Bu səfər də ikinci oldum. 2 gün qabaq ikinci oldu. Leonardo da Vinci və Mona Lisa'nı çəkib sonra göstərəcəyik. Və burada artıq professionallaşmağa başlayır. Belə portretlər çəkirdik. Muşu var idi orada, muşu. Sizə şortda paylaşmışdıq. Bayılmışdım. Muhu! Oh, what a happy day! My little baby. Muhusan sən. Sonra burada ən bəyəndiyim Dodaq var idi sən, bilək var burada dodaq. Bu kəpənək çox bəyənmişdim. Matra idi o. Maitra. Neyse, cırdan. Kimilovi. Kimilovi. Ay, Ratatouille. İyi yemek pişirmek için hayal edebilmeli, güçlü olmalısınız. Tıpkı benim gibi. Dediğim şey doğru. Herkes yemek yapabilir. Remy. Ratatouille çizgisi. Remy, o neydi? Bu şey, Penny Bars'taki o var ya bu. Uçan. Ay, uçan. Uçan yok ya valla. Bu sarı şey tarafından öldürüldü. Jack düştü. Neyse orasını izlemedin sen ama neyse. Neyse. Bu da dodaq var. Sonra Olaf. Samantha? Bu da dodaq var idi. Ha bu. Olaf'ı biraz özümü oxşadıram. Bu ehtimalarla çəkdiyim Bu dodaq. dodağı çox bəyənmişdim. Necə Profesional deyil ama. Amma qəşəngdir, özünə görə qəşəng çəkmisən. O vaxta görə hə. Ondan sonra sketchbookda indi bəziləri gicgi şeylər çəkib, onları göstərməyəcəm. Ürək yaralanıb. Kim yaralayıb ürəyi? Şübheli. Mən yaralanmışam. Sonra siqaret sizin sağlamlığınız ziyandır. O uşaqlar yazmışdı, mən yazmamışdım. Doğrudan? Hayır. Hansı uşaq? Bilmirəm, mən not. Nə murt xoruzu? TikTokda var bu xoruz. Və skate çubuq boş qalıb. Yenə mən gedib pullayıb təzəsini almışam. Niyə bu boşları çəkməmsən? İkinci tədəsən almışam, diyana bilməz. Bu da yadımdadır, moldan almışdım Amilə. Onu deməsən olmaz da. Pambığı qəşəng çəkmişdi. İlk dəfə görəndə çox sevmişdim. İndi sevmiş. Marilyn Monroe. Prosta bilsin nə, onu səhv çəkəcəyim istəyirəm. Bu əslində ideal Marilyn Monroe deyilmiş. Həmin Marilyn Monroe deyilmiş də. Çox bəyənmişdim bu Marilyn Monroe-nu. Sonra Bitti. Bu qədər boş yer qalıb. Neçə bitdi? Hamısını bitirməyə çalışıram. Bir dənə bax. Oha! Bilirəm, hamısını bitirməyə çalışıram hələ ki. Yalan konuşuyorsun. Bye. Biraz tarzı. O istədiyi göz, qorxu falan hamısı uçub getdi. Aha. Fish. Yaxın apar biraz. Balıq.
Sonra mən də baxım yadıma düşsün. Oo, bunu çox bəyənmişdik, şort eləmişdik. Profesional çəkib. Bir də bu. Bunu mən çox bəyəndim. Ay, bunun gözlərinə baxın, çox yeməli gözləri var. Mən seçəməmişim yaşa, bunu yedək saxlamışam. Bu açamışam. Aa, renkli. Fikir verirsiniz amma mən ancaq qara çəkir, rənglə arası yoxdur, amma rəngli. Bir də burada müəllimin mənə xatirəsi qalması üçün belə bir şey çəkmişdi, göstərim. Və əlavələr elədim. Çəkmişdi, qalanları mən əlavə elədim. Dedi ki, xatirə qalsın, əvvəli köhnə vəziyyəti bir yadıma salım. Bu gözü çəkərək dedi, köhnə vəziyyəti bir yadıma salım. Aa, çox əgin mənə çox ideal müəllimə. Sonra bunu Ceyran da çəkmişdi. Ceyran amandı Ceyran, halım Görürsün yamandı bunu. Ceyran. Aa, bunun üçün ürəyim getmişdi, buna baxın. Bu nədir? Bu kim verib? Heç söz seçməmişsən, boşdur. O kardonda onu istifadə edə bilmirəm. Kardonda şey olmur. Amma bir nə eləmişsən? Yaxşı görsənmədi daha, görsən. Üzə vermir, şəkil üzə vermir deyə dayandırdım. Aa, maraqlama yazıcı saxlamısan. Sonra bu. O yox, bu amma bunu dayandırdım səbəbi nə bilim, çox xoşuma xoşuma gəlmədi ki, pis çəkirəm burada elə bildim. Baxaq görək nə var. Belə bir özünə oxşayan çəkib. Yox, bunu qorxu temalı dəftər eləyəcəm. Ayda, niyə bir iki şeylər çəkimsən? Bax, bunu niyə çəkəsən? Sonradan mənim dedi portretdə başlar, qorxu Aa, bu qızdan xoşum gəlir. Sən çox pis. kimdir bu qız? Kimdir bu qız? Çox pisdir. Çox gözəldir. Onun burnuna Aa, burada portretlər çəkməyə başlayır. çox pisdir. Burnuna baxın onun. Necə yəni? Ki, çox qəşəngdir. Bu sən... Sonra, ay, animasiyalar. Donald Duck. Oyda bu qızdan. Buradan sonra qəşəngdir. O birisi niyə göstərmədin? Əvvəlmiş. Bu Çinli oxşuyurdu. Mənə dedilər ki, Çinlidir. Lisa'ya oxşuyur. Məncə oxşamır. Qızın saç detalını çox qəşəng verib. Amma qəşəngdir də, bəsdir də. İndiki portretdən daha yaxşıdır. Təbii ki, buyur. İndi bu. Bu yadımda deyil. Bu neysə, bunu müəllim mənə ad günümdə hədiyyə elədi. Aa, Hələ ki bu var. Hələ ki bu var. Təzə başlamışam buna. Bu var. Başqa şey yox. Nədir ki, Planet Zombidəki Ancaq oran top adam. onu bunlar seçəcəm ancaq. Və son sketchbooku. Bir dənə bunun dəftərin üzünü görün nə qəşəngləyib. Yenə də öz yaradıcılığıdır. Və buyur, özünü təqdim et. Buradır. Bax, biraz yaxınlaşdır. Bura, asla. Bu. Nədir o? Sonra. Hə. Bu. Baxın da baxım ad qoyaq onlara. Hə, kitab oxuyan qız məni çəkib. Penny var. Ooo. Üstən lak vurdum ki, yayılmaz. Göstər. Çox qəşəngdir, ürəyim getdi. ¿A dónde vas, Eds? Zərf, mənim üçün çox maraqlı rəsmlərdən biri oldu, bir kafa açısı. Amma bu şirindir, tatlı. Anqırı göstər. Aha. Amma bak, buradan bura, fərqli. Hə, fərq var da çıxırsan da rakursdan. Hə, bu. Bunu bir dənə deyəsən hansı rəssam çəkib. Oo, mənim ürəyim. Joker. Çox sevirəm, çox, həddən artıq. Onu çırp mənə hədiyyə verərsən. Niyə? Nə bilim. Halvadır. Get çək. Yenə natürmorqdan qarşınızda. Mən istəyirəm axı onu. Instagram Mənim şəkilləri animasiyalarımı çəkib baxın. tamamlanmayıb. Çox şey. Wednesday. ən sevdiyim Oo. aktrisa. Dun. Necə deyir? When punctures come to kill the king of Lucy. Çox sevirəm, Lucy'ni çox sevirəm. Baxın Lucy'yə. Sonra. Lucy. Lüdü. Aha. Hə, bu heç. Michael Jackson doğru. Michael Jackson pis çəkdim şey. Pis olan seçdim. Skeleti hamı ağqara edir. Ağqaran sevən Amil skeleti rəngləyib. Amma ağqara da var. Çünki kafası Mən yox. ikisindən dedim. Hə. Hə. Kara şövalye. Müəllimin əmbəliyindir. Bu da bura qırmızı gül. Aa! Maraqlı.
Bu həyatdan beziriyor, kimsə həyatdan beziriyor. Çox qəşəng detaylı işlədim. İç rəngli detaylı işlədim. Dünən çəkdim. Oyda, buna baxın. İçdəyə kimi elədim. Yox, belə eləyir, bir dənə buna baxın. Sonra ya o diyanma neydi? Ay, çox qəşəngdir bu. Burada nələr var? Bunlar YouTube videomuzda, mənimlə olduğumuz YouTube videosunda hamısını görə bilərsiniz. Gelin o videonu izləyin. Aha, baxın, belə balaca pozanları var. Bunları nə edib? Bunları Bunun içinə qoyacağım. bunun başına taxır. Sonra da pozan kimi. Sonra da pozur. Bizim vaxtımızda belə şey yox idi. Elə adam kimi belə pozurdu. Bundan. Oyda, biz stomatolog. Bundan pozuruz. Belə boyaları var, çox da istifadə eləmir. Əsas karandaşları buradadır. Buradan göstərək sizə nələr var. Hop, baxın. Görün burada nələr var. Baxırsan, bu alt karandaşlar nə üçün istifadə olunur? Ağ karandaşlar o, yayma qələmdir. Belə yayırsan rəngləri. Bir hamısını izah edir, davam et. Olsa qələmdir bu, bunu hamı bilir. Olsa bunu niyə izah edeyim şey? Rəsmləri ondan çəkir. Sənin fırçanı yayma üçün istifadə edir. Mənim makyaj fırçamı götürüb yaymaq üçün istifadə edir. Bu rəsmlər rəsm üçün axı tök almağa Görürsünüz daha yaxşı idi. Sonra bunlar da bilinən şeylərdir. Burada yeşil rəngləmələr var. Partı? Qartaldır bu. Qartal, qara qartaldır. Fil. Fil. Fılfıl. Filənmişə, fildir. Mənim qardaşım. Mən bilən şir idi. Sonra. Bu şeydir. Bunu Keçən videomuzda görmüsünüz. Onu izləyin 3%. Mənim ən sevdiyim bir animasiya, multfilmi çəkib otağımızdan asıb. Tom və Jerry. Tom və Jerry. Çox sevirəm, amma Jerry'ni biraz tok vurub. Bunu yola verdi. Jerry biraz ki Tom daha şirindir. Jerry'nin başında Tom'u daha yaxşıdır. antibiotik vermişsən elə bil. Ona da. Keyib bədəni. Aha, gəl. Bunu təzə alıb. Onu düşən göstər Bunu sonra. üstünə seçmişsən? Onu da... Üstünü dizayn verib görün nə qəşəngdir. Elə bildim qabın özüdür. Hə. Bir dənə var. İçindəkilərə baxın. Deməli, xoruz quyruğu, Quyruğu deyil. lələk. Evet, qədimdə deyirdilər. Bunlar rəsm üstündə mənim üçün çox lazım olur yəni. Qara rəngə batırır, çəkir. Bunun 1 qramı əlimizə düşsün də 3 gün gedməyəcək. Belə başlıqları var. Nə vacib tez belə şey alırsa, amin boz baş işləmir. Sonra çox rəsmlərin üstündən belə laklayır. Onda yay bərək örtülü və kağız bir-birinə sürtüləndə yaylı rəsmlər. O mənə çox sinir edir. Ona görə də bunu edirəm ki, sinir etməsin. Burada başqa atxot karandaşları var. Brüşlər. O ruskalardır. Və fırçaları görürsünüz. Və burada da keçən il mənə müəllim hədiyyə verdiyi rəsmlər. Belə bir rəsm. Müəllimin əl işi bilinir həqiqətən. Mən də biraz şey elədim. İştiriklədim. Çox qəşəng. Çox cırmasaydın. Deyil. Bu mən evdə olmayanda işləyib bunu. Mən işdə olanda işləyibdən baxaq. Bu nədir? Pis olub ya, amma qəşəng görsənir. Şüşənin üstündən belə özü üçün belə bir şey işləyib, amma maraqlıdır. Sketchbooklarını göstər, sketchbooklarını, hamısını göstərdik. Sketchbook'a göstərmədi ya. Davay yığışdırma. Göstərmədik. Yox, yəni sketchbooklarda başqa hər şey göstərdi. Yəni bunlar lazımsın. Bu da renkləri falandır. Demək ki, bütün sketchbooklarını renk... Və ən sonda ən sonda 2 gün qabaq məktəbdə bir xalla ikinci seçilib. Yəni bir xalda üstün yıxsaydı. 28 xal mən, 29 xal idi. Ağlamağa gərək yox. Həmişə eyni bir yerdə duranda hər şeyin tadı, duzu qaçır. Ona görə ikinci olmaqda bir şey. Ay Allah, bu uşaq böyüyür. Deməli, indi o rəsmi sizə göstəririk. Gətir bir dənə. Nəyi? Mona Lisa və Da Vinci. Gətirməmişəm yox. Yoxdur. O yoxdur elə. Ay da məktəbdə qalıb. Bu həftə, gələn həftə götürəcəm onu. Ay Allah, yaxşı bura yerləşdirəcəm, baxarsınız. Kanalımıza abunə olmağı, like eləməyi unutmayın. Abunə olun. Bakın abunə olun. Kanala abunə olmağı, like eləməyi, şərh yazmağı unutmayın.
Şükür. Yakışıkırdım. Sağ olun. Sağ olun. Dım dım dım. Dım dım dım. Dım dım dım. Dım dım dım. Hadi bu benlik sesini okşadı. Dım 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 dım.